Salam, hər vaxtınız xeyir olsun. Əziz şagirdlər, bugünkü videomuzda sizlər üçün 2020 sınaq kitabının 16-cı sınağın izahı olacaq, ümumi sınaqdır. Digər izahlar da kanalımızda yer almışdır. Playlistə daxil olan 20 sınaq hissəsinə keçirsiniz və orada digər sınaqların da izahlarını ətraflı şəkildə baxa bilərsiniz. Yaxşı olar. Videoya başlamışdan əvvəl kanala abunə olub, videoları bəyənməyi, rəylərinizi rəy bölməsini yazmağı unutmayın. Əyani və onlayn şəkildə dərslərimizə qoşula bilərsiniz. Əyani şəkildə 20 yanvar və neticələrdəyik. Və onlayn qruplarımız da var. Sürət qruplarımızda dərslər sürətlə davam edir. Ya Allah, ya bismillah, gedək görək bizi nə tip suallar gözləyir. Deməli, uşaqlar, birinci sualda alkinlər bölməsindəndir. Yazır ki, uşaqlar, 5 metil heksin 2. Deməli, bunun ən rahat yolu əvvəlcə 1, 2, 3, 4, 5, 6 karbon çəkirsən və heks, sonra bunu nömrələyirsən. 4, 5, 6. İkinci karbondan 3 qat rabitəni qoyursan. Uşaqlar, 5-dən metili ayırırsan, bu şəkildə. Bu bizim deməli 5-dən metil və heksin digərlərdə bu şəkildə tək qat rabitələri qoyursan gedir və uşaqlar, belə bir deməli birləşmədir. Uşaqlar yazır ki, deməli burada bu 3 qat rabitədir gördüyünüz kimi buna R1 deyib, buna da R2 deyib. Uşaqlar, deməli bizim R1-imiz metildir. Deməli R2-miz də gördüyünüz bu deməli hissədir. Və yazır ki, R1 və 2 radikalların birləşməsindən alınan maddə sonsifləri doğru deyildir. Uşaqlar, ilk öncə biz bunları birləşdirək bir-birinə görə başımıza nə gəlir? Deməli, CH2, CH, CH3, CH3. Bunları birləşdirir bir-birinə. Və uşaqlar, yazır ki, molekulunda asimetrik karbon atomu yoxdur, deyir. Uşaqlar, burada asimetrik karbon atomu həqiqətən yoxdur. Asimetrik karbon nə idi? Dörd bir tərəfi müxtəlif atom və ya atomlar qrupu olmalıdır. Yəni, bunlar hamısı müxtəlif şeylər olmalıdır, laf doğru desək. Və həqiqətən də burada elə bir karbon yoxdur. Biraz bundan şübhələnmək olardı. CH-dir, amma bunun iki tərəfində metil var deyə. Zaten bu asimetrik və CH-dan ümumiyyətlə şübhələnmək gəlir. Çünki üç tərəfini hidrogen var. CH-nin eyni qaydayla. Çünki ətrafında iki hidrogen var. İnşallah bu asimetrik karbon yoxdur fikri dünəndən düşdü. Əsas zəncirində ikinci karbon. İnşallah bu alkandır. Bunun əsas zəncir, ən uzun zəncir budur. İnşallah bu radikal tərəfdən nömrəlir. İkinci karbon budur. Və ikinci karbonda CH və hidrogen müsbət bir, karbon mənfi bir olacaq. Və bu fikrimiz də doğru. 4 müxtəlif monoklorlu birləşməsi var. Uşaqlar, bunun da ki, buna qayıdarıq bu məsələ üçün, bu C variantına, D variantına baxaq. İzomeri 2,2 dimetil propandır. Uşaqlar, bu neçə karbon var? 1, 2, 3, 4, 5 dənə karbon var. 2,2 dimetil propanda da 5 dənə karbon var. Elə bir ki, 3 dənə əsas zəncirlədir, 2 dənə də buradadır. Və həqiqətən də bu maddə ilə bu maddə bir-birinə idi? İzomeri. Bu ifadə dünəndən düzdür. Molekulunda 2 ədəd ikili karbon var. İkili karbon nədir uşaq? 2 karbona birləşsin. Baxaq, bu karbon ikilidir, görürsünüz 2 karbona birləşib. Bu karbon var, üçlüdür. 1, 2, 3 karbona birləşib. Amma burada 2 dənə ikili karbon yoxdur. Versinin cavabı E variantı olmuş olacaq. Uşaqlar, bu C variantı niyə doğrudur? 4 dənə monoxlorlu törənməsi var. Uşaqlar, bunu digər videolarımda da izah eləmişəm. Bunun bir neçə dənə yolu var. Götürürsən bir-bir hidrogenləri əvəz edirsən. Bir-bir əvəz edib sonra adlandırırsan və ondan sonra alınan birləşmələr var. Yəni, burada çətin bir şey yoxdur uşaqlar. Bax, burada gördüyünüz kimi bu karbonlar bir-bir yazmalısan da. Biraz vaxt aparan şeydir. Bax, fikir ver. Məsələn, birinci bunu əvəzləyək. Buradakı hidrogeni əvəzləyək. Bax, deməli, belə bir birləşmə alınır uşaqlar. Biz bilirik ki, halogen yaxın tərəfdən burada nömrələyəcək. Uşaqlar, 1, 2, 3, 4. Bunun adı nədir? Deməli, 1 xlor uşaqlar. Deməli, 3 metil və sonda nə deyəcəyik? Butan deyəcəyik. Bu belə. Sonra uşaq nə edir? İkincini əvəzləyirik. Bax, bunu əvəzləyirik. İndi burada bunu birinci qalır yerində. CH3, deməli, CH xlor, CH, CH3, CH3. Uşaqlar, bunun adı nədir? Deməli, bunun adı olacaq 2 xlor, 2 metil, 3 metil butan, 3 metil butan. Uşaqlar, gələk digərlərini əvəzləyək. İndi keçək uşaqlar, bunu əvəzləyək. Bunu əvəzləyəndə nə tər bir şey olacaq? Bax, CH3, CH2, C yuxarı xlor, CH3, CH3. Bunun adı nə olacaq uşaqlar? Deməli, 2 xlor, adını istəyən yazaq bura, 2 xlor, deməli, 2 metil və uşaqlar nə deyəcək sonunda? Butan deyəcək. 3 dənə və ən nəhayət uşaqlar qaldı sonuncusu. Sonuncusunda uşaqlar bunu əvəzləyir, axırıncını. Bunu da bir yerdə yazaq. Yəni, istəyirəm testi ətraflı izah edeyim ki, sonra gedib kimləsə soruşmayasın ki, bunun cavabı nə tər olur. Özə, biraz bu hissə biraz uzun çəkdi, özümdə fərqindəyim. Amma indi bunun başqa yolları da var. İnşallah ona deyərəm sizə. 1, 2, 3, 4. İnşallah bunda nədir? Deməli, 1 xlor, deməli, 1 xlor, 2 metil, deməli, 1 xlor, 2 metil, butan. İnşallah gördüyünüz kimi bunlar fərqli-fərqli maddədir və həqiqətən bunun 4 dənə müxtəlif monoxlorlu, yəni tək halogenli törəməsi var.
Bunun uşaq digər yol dediyim kimi də bunun bir balaca bu tip suallar yaxşı olar ki, sınaqlara qoyulmasın. Çünki şagird bunu imtahan sırasında çatdıranmasın. Adətən bir balaca hiləgər davranmaq lazımdır belə suala. Gözləsin ona baxmadım, keçin digər variantlara baxdım. Və bu bizim belə deyək ki, yaxşı mənada vaxt qazandırmağa şərait yaradır. Keçək ikinci suala, izahına. Və ikinci sualda nə eləyəcəyik? Deməli, bizə x2 müsbət iyonu verir. Uşaqlar, proton sayı n-dir və elektron sayı 28-dir. Aşağı elektron sayı 28-dirsə, ikisini alıb 28 olsa, deməli bu tərəf 30-dur. Deməli buraya yazıram 30. Və neytron sayı uşaqlar bundan 5% artıq, yəni 35-dir. Və burada da 65. Bu getdi. Keçək uşaqlar y2 mənfi iyonuna və görür ki, bunun elektron sayı 18, deməli proton sayı 16 olacaq. İkisini alıb deyə 18 olub. Və uşaqlar burada deməli neytron sayı da proton sayına bərabər. Deməli burada 16-dır. O zaman bura neçə olacaq? 32. Adam yazır ki, x-nə y2 birləşdirdirilmir. Uşaqlar x y2 birləşdirdik. Bu 2 müsbət, bu 2 mənfi. Ayaqlara heç nə yazılmır. Yəni formulumuz x y. Uşaqlar bu 65-dir, bu da 32-dir. 65 ilə də 32-ni cəmləyirik. Testimizin cavabı 97 olacaq B variantı. Uşaq şeydir də, mis ilə S-dir də. Mis-S birləşməsidir. Davam edək digər sualına. Görək digər sualda söhbət nədən gedir. Üçüncü sualı uşaqlar. Üçüncü sualda ümumiyyətlə sualları zaten özüm belə götürüb qıraqda izah edirəm ki, siz də rahat başa düşə biləsiniz. Uşaqlar, ammonium bikromatın parçalanmasıdır. Ammonium bikromat bildiyimiz kimi deməli azota, deməli xrom 2 O3-ə və suya parçalanır uşaqlar. Və burada baxırıq ki, deməli, uşaqlar deyir ki, alüminyumla reaksiyası. Biz bilirik ki, alüminyumla reaksiya daxil olsa, uşaqlar, burada variantlara baxmaq lazımdır. Alüminyum azotla bəli, müəyyən şəraitdə reaksiya daxil olur və alüminyum nitrit alınır, yəni belə bir birləşmə alınır. Amma alüminyum xrom 2 O3 ilə reaksiya daxil olanda xrom alınır, uşaqlar, bir də alüminyum 2 O3 alınır, daha doğrusu alüminyum 2 O3 alınır. Uşaqlar, alüminyumla reduksiya edirik də xromu. Buna deyirik alüminotermiya uşaqlar. Metalları oksidlərinə alüminium reduksiya edəndə bunun adı alüminotermiyadır. Yəni bizim X-imiz kimdir uşaqlar? X-imiz xrom 2 O3-dür. Z-imiz azotdur. Uşaqlar, alüminium su ilə reaksiya daxil olmur adi şəraitdə. Belə daxil olsa da belə qızdıranda daxil olsa alüminium 2 O3 ilə hidrogen alınır. Bu da birləşmə deyil. Yəni əvəz etmə. Dediyim kimi adi şəraitdə getmir, amma temperaturla gedir reaksiya. Bu zaman alüminium 2 O3 və hidrogen. Yəni uşaqlar, aydın məsələdə X-imiz oldu xrom 2 O3-dür. Deməli, Y-imiz uşaqlar, Y-imiz avtomatik olaraq su olmuş oldu, Z-imiz də azot olmuş oldu. Yəni, testimizin cavabı ikinci sualda, deməli, üçüncü sualda D variantı olmuş olacaq. Gördüyünüz kimi xrom 2O3, deməli, H2O və N2. O belə. Yəni, özüm də hələ kontrol edirəm ki, qoz səhvlik getməsin. Gələk növbəti dördüncü suala. Dördüncü sualda nə eləyəcəyik biz? Deməli, dördüncü sualda. Aşağı dördüncü sualda bizə 200 milli məhlul həcmidir 200 milli və deməli qatlığı da 2 mol bölü litrdir və biz bilirik ki, burada mol bölü litrlə verilənə görə bunu litrə çeviririk. Və uşaqlar, orta fosfat turşusu H3PO4. Uşaqlar, bunun bilirsiniz S bərabərdir nü bölü V düsturundan nünü tapanda S-yi V-yə vururuq. Yəni 0,2-ni 2-yə vururam, verir 0,4 mol. Bizdə nə var? H3PO4 var. Bu getdi. Uşaq, keçək digərini yoxlayaq. V bərabərdir 0,1 litr. Uşaq, tez çeviriləndə S də bərabərdir 2 mol bölü litr və burada 2-ni vururam 0,1-ə. Deməli, neçə eləyəcək? 0,2. Uşaq, deməli, bizdə 0,2 molda nə var? Kalium OH var. Uşaq, ne deyir ki, kalium OH-la, üzr istəyirəm, kalsiyum OH2-dir. Yazaq bura, kalsiyum OH2-dir. Üzr istəyirəm, kalium OH yazdım. Kalsiyum hidroksid deyir, kalium oxudumu. Və uşaqlar, deyir ki, bunun İndi biz ilk öncə reaksiya yazmalıyıq. Uşaqlar, kalsiyum OH2-dir, üzərinə gəlinsin H3PO4. Uşaqlar, burada indi biz hardan biləcəyik ki, adı nədir? Nə duz alınır? Aydın məsələdir, burada 0,4-dür, bu da 0,2-dir. Uşaqlar, 0,4, 0,2 o deməkdir ki, burada deməli uşaqlar, 4-ün 2-yə, 4-ün 2-yə, bir dəqiqə nəsə səhvlik etmədi ki, 200 milli 0,2-dir, bu da 2 malyardır, 0,4 eləyir, bəli, 0,4 eləyir. Bu isə 0,1 də vurduq 2-yə, 0,2. Uşaq, deməli, tərsinə yerlərin dəyişik yazmışam, deyirəm, nəsə düz gəlmir. Deməli, uşaqlar, buraya yazıram 0,4, buraya yazıram 0,2. Bu deməkdir ki, uşaqlar, 0,2, 0,4 ixtisar eləyəndə uşaqlar 1-in 2-yə. Mən heç bir sınaq üzərində uşaqlar oturub buna hazırlaşmıram. Bunu hər dəfə videoda qeyd edirəm. Yəni məndə təbiidir bütün videolar. Səhvim də orada qalır, fikirləşməyim də orada qalır. Yəni mən oturub bunu hər elə bir mənim axıtımda da vaxtım yoxdur oturub bir də bunu həll edeyim, bir sizə video çəkim. Ona görə ki, yəni, belə alınır bəzən. Yəni mən bu sualı sizinlə bərabər bir dəfə də həll edirəm.
Yəni uşaqlar 1-ni 2-yə demək ki, mən bura 1 yazıram, bura 2 yazıram. Uşaqlar burada da bilirik ki, burada 2 dənə OH var, burada 6 dənə H var. Təbii ki, burada turş tuzu alınır. 2 dənə OH, H-ın ikisini götürür, 2 dənə su alınır. Yerdə nə qaldı uşaqlar? Kalsium qaldı. Bir də H2PO4-dən 2 dəfə. Yəni uşaqlar kalsium dihidroortofosfat alındı. 5-ci cavabı ya B-dir ya da D-dir 4-cü sualda. Və uşaqlar burada da ki, gözü qorxmaya ehtiyac yoxdur. Uşaqlar, bunun emerini tapırsan kalsium H2PO4-ün və ondan sonra bizə uşaqlar ehtiyatlı olmaq, kütləsini istəyir, emerini istəmir. Uşaqlar, ona görə də deməli 1, 2, 1-dirsə, aydın məsələdir ki, burada alınacaq kalsium H2PO4-ün bir dənə mən bunu tez bunun emerini hesablayayım uşaqlar. Kalsium H2PO4-ün emerini. Deməli, kalsium 40-dır. Üzərinə gəlinsin. Deməli, H2PO4 indi o 97 eləyir. 97-ni də vururuq nəyə? 2-yə 234. Uşaqlar 234. Deməli, uşaqlar bunun emeri 234-dür. Burada bir x qoyaq və buradan tənasübdən hesablayaq görək nə alınır. Belə hesablayaq istəyirsən laf belə. 1 mola 234-də 0.2. Bunu da vuraq 0.2. Uşaqlar cavabımız eləcək B variantı. X-i tapanda buradan 46.8 verir. Uşaqlar ehtiyatlı olma, emerini istəmir. Uşaqlar amanın günüdür. Diqqətli olun bu məsələdə. Keçək növbəti 5-ci suala. Görək 5-ci. Uşaqlar 5-ci sualın əlində əvvəlcə mis nitratı parçalayırıq. Mis nitrat nəyə parçalanır? Misoya, NO2-yə və O2-yə. Yazılır ki, hansı maddələr molekulu 2 atomdur? İnşallah, əslində bu sualı indi fikirləşmək lazımdır burada. Deməli, Z-imiz oksigen. İndi burada müəllif ağlında nə fikirləşib və çətin məsələdir onu tapmaq. Bunun burada T nə ola bilər, Z nə ola bilər? 2 atomlu ya misodur, ya da O2-dir. Üzərinə su gəlib, temperatur qoyub burada. Bir balaca bizə NO2 plus suyu xatırır. Nəsə də indi bir şey fikirləşirik bu sualda. Yəni, Z oksigen olsa, üzərinə T, əgər bu Z oksigen olsa, T olsun NO və burada alınır NO2. Yəni, bu bizim Y maddəmizdir. Bu bizim Y-imizdir. Yəni, bu Y-dir. Z-imiz oksigendir. Deməli, X-imiz də budur. Və uşaqlar, ondan sonra da NO2-nin üzərinə su gələndə biz bilirik ki, bizə nə verir? HNO3 verir və qaynar olduğuna görə bir də buradan NO alınır və NO-nu buradan çıxırlar. Deməli, uşaqlar, bizim bu da T-miz kimdir? NO-da, bu da L-imiz. Məsələn, belə bir sualdır. Uşaqlar, burada da 2 atom dediyinə görə X-imiz 2 atomludur, Z-imiz 2 atomludur, bir də T-imiz nədir? 2 atomludur. Baxın, X-imiz 2 atomludur, Z-imiz 2 atomludur, bir də T-imiz nədir? 2 atomludur. Belə bir sual. Keçək 6-cı suala. Uşaqlar, 6-cı sualda nə edəcəyik? Deməli, bizə izomer maddələr verilib. Uşaqlar, yəni izomer maddələr kəmiyyət, keyfiyyət eynilikdə. Bəzi quruluşları fərqli, xassələri fərqli olan maddələrdir və doymuş bir əsaslı karbon turşusu verib. Molekullar qeyri-polyar kovalent rabitə sahib 4-dür. Uşaqlar, biz bilirik ki, doymuş bir əsaslı karbon turşularında, məsələn, ixtiyari bir nümunə yazıram. Qeyri-polyar kovalent rabitə sahib, uşaqlar, karbonlar arasında olan rabitələrdir və alfatikdir deyə, burada açıq zəncirdir. Uşaqlar, burada karbon-karbonası rabitə sayı karbonların sayından bir dənə az. Yəni, karbon sayı arasında 2 qatdır. Deməli, burada karbon sayı 5 dənəmiş olar. C5, H10O2. Yəni, uşaqlar, bizim mürəkkəb efirimiz də, yəni C5, H10O2-dir. Amma burada mürəkkəb efirlərdə bir söhbət var ki, çox diqqətli olun uşaqlar. Mürəkkəb efirlərdə, uşaqlar, baxın, fikir verin. Fərqi yox, elə belə 5 dənə karbon düzəltməyə çalışıram. Baxın, 3 dənə burada, 2 dənə burada. Fərqi yox da, bunu ixtiyari yazıram uşaqlar, ixtiyari yazıram bunu. Yəni, istəyirəm 4 dənə bir dənə bu. Yəni, birisi bu tərəfi turşundur, bu tərəfi spirtindir mürəkkəb efirdə. Və çox diqqətli olması bir məsələ var ki, sadə efirlərdə və mürəkkəb efirlərdə çox diqqətli olun. Qeyri-polyar kovalent rabitə sayı karbonların sayından 2 dənə azdır, bir dənə az deyil. Baxın, bir dənə buradadır karbon-karbon arası. 2, 3 dənə gördünüz. Yəni, cavabımız olacaq 3, deməli, A variantı. Əslində, yazmadan tapmaq olar, yəni ifadədəkini, amma ümumi şəkildə bu məqama diqqət eləmək lazım. Uşaqlar, sadə efirlərdə, mürəkkəb efirlərdə karbon-karbon arası, deməli, qeyri-polyar kovalent rabitə sayıdır, karbon-karbon arasında. Onlar həmişə karbonların sayından 2 dənə az olur. Davam edən növbəti 7-ci sualdan. Uşaqlar, 7-ci sualda bu sualı götürək görək nə tərəf eləyəcəyik. Deməli, tez 7-ci suala baxaq. Deməli, 7-ci sualda, deməli, ilk öncə nə edirik? SH4-ün üzərinə, uşaqlar, SH4-ün üzərinə klor gəlirik və bu zaman nə alınır, uşaqlar? Karbon atomunun oksidaşma dərəcəsini soruşur. Uşaqlar, əslində bunu açıq formada yaza bilərsiniz. CH2, CH2 üzərinə gəlinsin klor 2. 2 qat rabitə qırılır, 2 dənə xlorda. Bu da xlor arası rabitə qırılır. Xlorun biri bura birləşir, biri də bura birləşir. Yəni, bizim X maddəmiz, uşaqlar, budur. CH2 xlor, CH2 xlor. Budur, uşaqlar.
Və uşaqlar, bunun da üzərinə biz gəlirik qələvinin spirtdən məhlulu uşaqlar. Deməli, bunun da üzərinə gəlirik qələvinin spirtdən məhlulu. Dihalogen törəmələrə qələvinin spirtdən məhlulu gələn zaman alkin alınır. 2 dənə kalium, 2 dənə xloru götürür. Alınır 2 dənə kalium xlor. 2 dənə OH, 2 dənə H istəyir. Birini buradan götürür, birini buradan götürür. Uşaqlar, əmələ gəlir 2 dənə su ki, bunu buradan çıxıblar, lazım deyil. Yerdə nə qalır uşaqlar? Alkin, asetilen almış uşaqlar. Etin. Və bunun da üzərinə uşaqlar ki, bu deməli bizim kimimizdir? Y-imizdir. Uşaqlar, bu da bizim X-imizdir. Qoy bunlar qalsın burada. Və nəhayət bunun üzərinə 2 mol hidrogen gəlirik. Almış uşaqlar, bu maddə tam doymuş hala keçir. CH3, CH3. Bilirsiniz də 4 dənə hidrogendir. İkisini bura, ikisini bura. Piravitələ qırılır, hidrogenlə birləşir. Və uşaqlar, burada baxırıq ki, hidrogen müsbət 1, karbon mənfi 3 eyni qayda ilə. Karbonumuz burada mənfi 3 olacaq Z-də. Yəni karbonumuz mənfi 3-dür avtomatik olaraq. Və uşaqlar, deməli, baxıram ki, CH2, gəlirəm bu tərəfə, CH hidrogen müsbət 1, karbon mənfi 1-dir uşaqlar. Karbon yeni qayda ilə burada birlikdə karbon mənfi 1-dir. Gəldi uşaqlar, CH2 xlordur, hidrogen müsbət 1-dir. Burada bu xlor mənfi 1-dir və 2-ni vurdu müsbət 1-ə, müsbət 2 və burada da deməli bizə nə çatmır uşaqlar? Deməli karbonumuz X maddəsində karbonumuz olacaq mənfi 1 uşaqlar. Həqiqətən mənfi 1, bu da mənfi 1, mənfi 2, bu da müsbət 2 sıfırlanmalıdır. Deməli uşaqlar, X-imizdə mənfi 1-dir, Y-imizdə də mənfi 1-dir. Amma Z-imizdə gördüyünüz kimi mənfi 3, testimizin cavabı B variantı olacaq 7-ci sualda. Davam edək növbəti sualına. 8-ci sualda nə yazır görək? Uşaqlar yazır ki, 8-ci sualda tez götürək sualı izah eləyək. Deməli, maddə verib, oksigen reaksiyanın yanma istiliyi budur. Reaksiyanın alınan maddə əmələ gəlmək istiliyi Q-dur. Yəni, uşaqlar, bu riskini demək istəyir bizə. Lityum plus oksigen bizə lityum 2O verir. Baxın, uşaqlar, yanan maddə lityumdur və siz fikir verirsinizsə, elə bir ki, məsələn, bunun istilik effektindən, bu sizə birisi nə demək istəyir? Yəni, yanma istiliyinə, istilik effektinin bir-birinə, daha doğrusu yanma əmələ gəlmənin bir-birinə bərabər olmasın, bunlar əmsalları eyni olmalıdır. Məsələn, bunun istilik effekti 500 kilojouldur. Yanma istiliyini tapan zaman 500-ü 4-ə bölürsən, 1 mol maddənin yanması zamanı. Əmələ gəlməli 500-ü 2-yə bölürsən. Gördün, bərabər olmalı. Ona görə burada diqqət olması məsələ bilirsiniz nədir? Yananla əmələ gələn əmsalları eyni olsun. Şöyle məsələn baxaq, C variantı ilə birbaşa mənim gözümə dəydi. Silisium plus O2 bərabərdir bizə silisium O2 verir. Şöyle həqiqətən burada silisium da əmsalı biridir, bunun da əmsalı biridir. Ona görə şöyle burada testimizin cavabı olacaq C variantı 8-ci sualda. Şöyle bu bilərin nə düz gəlmir? P plus oksigen bərabərdir P2O5 verir. Bura 2-dir, bura 5-dir, bura 4-dür. Gördünüz əmsallar fərqli. Natrium plus oksigen niyə vermir? Çünki burada peroksid alınır, natrium 2O2. Əmələ gələn bir yanan 2. Eyni qayda N2 plus O2 reaksiyasında da NO alınır. Burada əslində yanma biraz bunun üçün demək düzgün deyil. Çünki bu yanma reaksiyası deyil ümumiyyətlə. Bu oksidaşma reaksiyası. Yanmanın heç bir şərtini ödəmir. Burada enerji, istilik falan işıq ayrılmır. Və belə uşaq, yəni cavabımız oldu C variantı. Belə bir sualla davam edək növbəti sualla. 9-cu sual uşaq. 9-cu sualda görək neymiş. Deməli, 9-cu sualda. Diamorfoz almaq üçün biz bilirik ki, 2 mol amonyak götürməliyik uşaqlar. Bir dənə də H3PO4 götürməliyik və burada alınır NH4 2 dəfə HPO4 belə bir şey alınır. Və uşaqlar, karbamid almaq üçün də amonyakın üzərində karbon qazı gəlirik və bu zaman alınır CO NH2 2 dəfə, bir də su alınır uşaqlar. Bu belə bir şey. Və uşaqlar yazır ki, deməli, burada Y hər ikisində varsa, deməli bizim Y-imiz kimdir uşaqlar? Deməli Y-imiz amonyakdır uşaqlar. Bu Y-dir. Deməli avtomatik olaraq X-imiz budur və Z-imiz də budur. Bəs salam uşaqlar. Yazır ki, 300 kiloqram karbamid almaq üçün neçə kubmetr Z lazımdır? Yəni uşaqlar karbon qazı istəyir bizdən. Məhsulun çıxımı da 80%-dir. Uşaqlar, burada bu tip sualda özü çaşdırmayın. Uşaqlar, 300 kiloqram karbamidi artıq alıblar, özü 80%-ni alıblar. Əgər 380%-ni alırsa, özü sual versən, bəs 100%-dən alsaydınız nə qədər alardınız? Bunu bir də ixtisar eləyək. Deməli, burada elə birbaşa burada sıfırları vuraq geçsin və burada da deməli x bərabərdir, aşağı düşür 8, yuxarıda 30 vurursun 100 və aşağı bunu 4-ə bölsə eləyir 2, 25, burada 2-yə bölsə bir dəfə, bu da 15, bu nə yaman qəribə rəqəmlərdir, 15-i, inanırsan, kalkulyator hesablasın bundan mərifətli eləyir. Deməli, 3000-i bölürəm nəyə? Deməli, 3000-i bölürəm, 30-u hədə vuranda 3000-i bölürəm 80-ə və şu olacaq, beləcək 37, tam onu düşdü, qəribə rəqəm alındı. Bir dəqiqə şu 300-ü, deməli, daha doğrusu 300-ü vururam, deməli, 100-ə bölürəm 80-ə. Elə 375 olur. Buradan alınması var, 375 alınmalıdır. Şu gətirək qoyaq da buraya. Buraya 375 yazar, aşağı yazar 60. 60 almaq üçün mənə nə qədər Z lazımmış olar?
22,4 lazımdırsa, burada bir y deyirəm. Buradan y-i tapıram. Rəqəmlər biraz fərqlidir. Niyə? 375-i vururam 22,4-ə, bölürəm 60-a, cavab eləcək 140. Yəni y-imiz 140 olacaq. C variantı 9-cu sualda. Davam edirək uşaqlar digər sualla. Deməli, biz rəqəmlər fərqlidir. Çox vaxt çətin verirlər rəqəmləri. Biraz rəqəmlər daha yaxşı olsa hesablamaq üçün, yəni onu kalkulyatorla hesablamaq olar. Çünki imtahan sırasında rəqəmlər nə qədər yaxşı olsa da, yəni sadə olsa da belə deyək. Sonra keçək növbəti 10-cu suala. Deməli bizdə x-lə reaksiya plus, yəni misin reaksiya getdiyidir. Yəni x-lə gedir, y-lə getmir uşaqlar. Bu məqama diqqət eləmək lazımdır. Deməli, biz bilirik ki, mis uşaqlar xlorla gedir reaksiya, amma H xlorla getmir. Ümumiyyətlə, hidrogendən sonra yerləşən metallar mis, və gümüş, platin, qızıldır və platin qızıl ümumiyyətlə turşularla getmir. Ancaq çar aralığında həll olur kimi öyrənirik. Amma onların cəmi 3 dənə dostu var. Nitratın qatısı durusu, bir də sülfatın qatısı. Onlarla reaksiya gedirlər, qalan turşular getmir kimi öyrənirik uşaqlar. Ona görə mis plus xlor 2 gedəcək, ancaq mis xlor 2, mis plus HCl reaksiyası getməyəcək. Şu an cavabımız olacaq A variantı. Bu da aydın məsələ tərsidir. Mis xlorla gedir, oksigen gedir, mis o alınır. Bununla yeni qaydayla gedir. Qatı nitratla da gedir. Alınır mis NO3 2 dəfə, NO2 su, küşürtlə də mis hesab. Belə. Yəni reaksiya gedəcək söhbəti bu qeyri-üzvü kimya kursuna aiddir. Gəlin növbəti suala. Deməli burada küşürdüyümüz, deməli H2 S üzərinə gəlinsin O2. Bizə uşaqlar bilirik ki, burada bir su alınır uşaqlar. Bir də indi bilmirik nə alınıb açığı. İndi onu fikirləşməli. Uşaqlar burada kükürt -2-dir və plus 2 dənə kükürt var burada uşaqlar. Deməli bu kükürt 2 dənəsi 4 elektron veribsə, bir dənəsi 2 elektron verər. Məntiq budur uşaqlar. Çünki burada 2 dənə kükürt var. Və kükürt də -2-dən 2 elektron versə, kükürt 0-a gedir. Deməli uşaqlar bu natamam yanmadır. S ilə su alınıb deməkdir. Deməli uşaqlar bizim deməli bu y-imiz kimdir? Kükürtdür, x-imiz də kimdir? Sudur. Və bunu tapdıq getdik. Və uşaqlar yazır ki, x maddəsi, y maddəsi reaksiya daxil. Uşaqlar x ilə y xeyr, bunlar reaksiya daxil olmur kimi öyrəndik 11-ci sualda. Yəni bu yanlışdır. Y alı şərti saraylıqlaşmadı. Bəli, uşaqlar kükürtdən söhbət edir. Kükürt həqiqətən doğrudur. X mislə reaksiya daxil. Uşaqlar pasiv metalın özünün oksi su ilə daxil olmur. Yəni mis su ilə getmir. Y-H2S reaksiyasından S alınır. Uşaqlar xeyr. Y-H2S reaksiyası belə bir reaksiya yoxdur. Bu səhvdir. SO2-ni nəzərdə tutur, olsaydı hə doğrudur. Y reduksiya məhsuludur uşaqlar. Bu da Y-imiz bilir ki, -2-dən 0-a artıb reduksiya edicidir. H2S. Bu oksidləşmə məhsuludur uşaqlar. Reduksiya məhsulu deyil. Yəni doğrunu istədir belə. Davam edək digər sualla. 12-ci sualla. Yazıq polietilen və polibutadiyen üçün deməli uşaqlar polietilen və polibutadiyen üçün. Uşaqlar polietilen bildiyimiz kimi etilenin polimerləşməsindən alınır. Deməli bu bizim polietilendir. Polibutadiyen də uşaqlar alkadiyenlərdən alınan bir maddədir və bu belə deyək də, bu belə bir maddədir. Bu da polibutadiyendir. Etilen polimerləşir, bu alınır. Butadiyen də polimerləşir, bu alınır uşaqlar. Deməli, ümumi olandır. Vulkanlaşa bilməz. Uşaqlar, vulkanlaşma reaksiyası alkadiyenlərin polimerləşmə məhsullarına aiddir. Oradan da biz rezin alırıq. Yəni, bu ümumi deyil. Kauçukda uşaqlar, bu təbii, bu kauçukdur, polibutadiyen. Bunlar kauçukla vulkanlaşanda rezin alınır. Yəni, bu buna aid deyil. Yəni, uşaqlar, bir ikisinə də aid deyil. Elementar halqasında CH2 qrupu. Uşaqlar, burada CH2 qrupunun sahibi burada deməli 2 dənədir. Burada elementar halqasında 2 dənədir. Bəli, uşaqlar, bu ümumidir. Hər ikisinə həqiqətən 2 dənədir. Elementar halqasında hidrogenlərin sayı, uşaqlar, xeyr, burada 4 dənədir, burada 6 dənədir. Bu səhvdir. Elementar halqasında sp3 hibrid orbitalların sayı, uşaqlar, həqiqətən bu da doğru. Çünki CH2-də bilirik ki, hidrogenlər vəziyyətindədir. Uşaqlar, burada belə deyək də, damı da var. Bu nə vəziyyətdədir? sp3 vəziyyətindədir. Həqiqətən burada 2 dənə CH2 sp2 vəziyyətindədir. Bu da doğrudur və uşaqlar, elementar halqasında sp3 hibrid orbitalların sayı 4, 4, 8, bu da 4, 4, 8-dir. Yəni testimizin düzgün cavab variantı D variantı olacaq 12-ci sualda. Keçək növbəti 13-cü suala. Görək 13-cü sualda nə edirik? Sonra yenə də bizə Euler-Venn diaqramı verilib. Siz bunu götürək qıraqda bir dənə baxaq bunu Euler-Venn diaqramına. Görək ki, Euler-Venn diaqramına bağlı nə edəcəyik. Deməli, üçlü butil spirti, uşaqlar, üçlü butil spirti bilirik ki, bura OH birləşdiririk, üçlü butilə. Bunlar qalsın yerində və ikili butildəki uşaqlar bildiyimiz kimi, deməli, ikili butil radikalı budur. Gətirib bura OH birləşdiririk. Bu da bizim ikili butil spirtimiz uşaqlar. Molekulunda İndi burada nə soruşur bizdən? Elə miso ilə oksidləşir. Uşaqlar, miso ilə oksidləşmir deyir. Ümumiyyətlə, birli spirtlər aldehid verir, ikili spirtlər keton və üçlü spirtlər belə bir təmin yoxdur. Uşaqlar, bu spirt birisi də ikili spirtdir. OH birləşib ikili karbon. Bu
Karbon isə karbonla birləşib deyir 2. Bu OH da ikili karbona birləşdirsin, bu ikili spirt. İkili spirtlər də mison oksijanda keton verir. Yəni uşaqlar bu ifadə buna aiddir. Bu buna aid. Molekulda asimetrik karbon var. Uşaqlar asimetrik karbon burada var. Çünki fikir verirsə bu hidrogen götürüb qoyub bura. Bir tərəfində bu var. Bir tərəfində OH var, bir tərəfində CH var, bir tərəfində H var. Asimetrik karbon birisində S+ vəziyyətində olan karbonu dörd bir tərəfi müxtəlif atom və ya atomlar var. Yəni biz buna nə deyirik? Asimetrik karbon deyirik. Şöyle asimetrik karbon ancaq kimdə var? Yenə də burada var. Getdi bura. 2-yə getdi. HCl mürəkkəb efir əməliyyatı. Uşaqlar zaten bunu hər ikisinə aiddir. Biz bilirik ki, turşu spirt reaksiyasında mürəkkəb efir turşudan OH, spirtdən H çıxardır. Bu hər ikisinə aid. Molekulda 11 dənə polyar kovalent rabitə. Uşaq polyar kovalent rabitə müxtəlif atomlar arasında olandır. Bax, sayda 3, 6, 9, 10, 11. Gəlin bunu sayaq. Uşaqlar, bu da aydın məsələdir ki, deyəsən çoxdur. 3, deməli, 6, 8, 9, 10, 11. Bu nə olacaq? Hamısına, bu hər ikisinə getdi. Bu nətər olacaq? Deməli, molekulda 11 dənə polyar kovalent rabitə var. Bir dənə sayın bir dəqiqə, bir dəqiqə. Deməli, hidrogenlər sayın birinci. 1, 2, 5, 8, 10, 11 dənə buradadır. Bunu sayaq. 3, 9, 10, 11. Bu nətər oldu? 1-ə işinə getmədi. Ayda oksidləşmir deyirdi. Ay, bu bura aid deyil. Oksidləşməyən bura aiddir. Uşaqları göstərirəm. Oksidləşmir deyirəm. 3-lü bu götürüb buraya yazıram. 2 bura gedirdi uşaqlar. 3 bura gedirdi. Hə. Yazır ki, deməli, uşaqlar bu 11 olan hər ikisinə aiddir. Hər ikisinə 11 dənə polyar kovalent rabitə var. Deməli, uşaqlar 1-ə getdi 2, 2-yə getdi 3, o birisinə də getdi ortaya 4. 13-cü sualda E variantı. Bir də diqqət. Özüm dediyim şeydir, amma səhv yazıram orada. Sonra keçək 14-cü suala. Şu 14-cü sualda deməli bizə nə verilib? Yenə də bir reaksiya sualı verilib. Yazır ki, silisiumdan gedir, azotla getmir uşaqlar. Təbii ki, biz bilirik ki, berilyum, fosfor, silisium, alüminium, hidrogenlə B+al demiş, hidrogenlə reaksiya daxil olmur kimi öyrənirik. Sonra bir də bu hər dəfə bunu biz qeyd edirik. Daha bu deməkdən canım çıxdı bunun. Oksigen, azot, karbon, oksigen, azot. Bütün ölçə belə öyrənir bunu. Karbon, oksigen, azot. Bir də karbon, oksigen. Və güvən kitabında bu formaya 10, 10, 10, 10 kimi yadda saxlayırıq. Reaksiya getmir deyirik. Uşaqlar, indi burada silisium xlorla reaksiya daxil olur. Bəli. Amma bilirik ki, yox. Xlor silisiumla gedir. Amma azotla getmir. Uşaqlar, cavabımız olacaq A variantı 14-cü sualda. Başqa şey lazım deyilmiş. Oksigen silisiumdan gedir deyə olmayacaq. N2 gedir hətta. H2 silisiumdan getmir, amma gedir göstərir. N2 ilə gedir, NH3 çalınır. Karbon silisiumdan gedir, amma getmir. Gedir, amma sözü azotla getmir. Bir başına karbon, deməli, daha doğrusu burada karbonumuz azotla reaksiyası, daha doğrusu karbon azotla gedir. CN 2 dəfə disyan alır. Kalsium isə hər ikisinə gedir. Ona görə də burada cavabımız olacaq A. Keçək 15-ci suala. Görək 15-də nədir uşaqlar? Görək molekulun elektron sayı. Yəni bunu götürək, ətraflı şəkildə sizin üçün izah etməyə çalışaq. İnşallah molekulunda alkin verib bizə CnH2n-2-dir və burada bilirik ki, karbon 6, 12-dir və H1,1-dir. Neutron da burada 0-dir. İnşallah deməli burada bizə yazır ki, molekulunda neutron sayı və biz burada neutron sayı 6 yenidir. Bir karbonda 6 dənəsə 6 yeni aya bərabər edirik. Proton sayını tapmaq üçün bir karbonda 6 proton var. 6n plus 1 hidrogenə 1 proton var. 2n çıxır 2, onda bərabər A plus 8-ə. Gətirib A-nın yerinə 6n yazırıq. 6n plus 2n minus 2 bərabərdir 6n plus 8 və bunlar göndərir getdi. 2n bərabərdir 10, n də bərabərdir 5. İndi uşaqlar, bunun nə soruşur bizdən? Yazır bir dənə üçlü karbon var. Nə indi uşaqlar? Deməli, bu alkindir. Əvvəlcə alkin olması üçün aydın məsələdir ki, burada üç qat rabitə şərtdir. Mütləq olmalıdır üç qat rabitə. Və uşaqlar, burada üçlü karbon, bir dənə üçlü karbon var. O zaman biz bunu bu şəkildə yazırıq ki, bu karbon nə olsun? Üçlü karbon olsun və 5 dənə karbon görürüz, düzəlir. Və uşaqlar, ümumiyyətlə, alkinləri səmərədə adlandıran zaman biz öyrənmişdik ki, deməli, üç qat rabitəni seçirik, onu asetilen deyirik. Və yerdə qalan radikalımız nədir? Uşaqlar, izopropildir. İzopropil asetilen testimizin 15-ci sualı cavab B variantı olacaq. Keçək növbəti suala, uşaqlar. Növbəti sualımızda görək nə yazır? 16-da. Uşaqlar yazır ki, deməli, burada feriumdur, bir də H2O-dur və bunlar reaksiyaya daxil olurlar. Yazaq dərhal reaksiyamızı. Ferium plus H2O
İndi burada yəqin ki, temperatur şəraitində deyirsə, ferimiz O4 ilə hidrogen alınır uşaqlar. Bunu əmsallaşdıranda burada biz bilirik ki, bura 3 yazırıq və bura 4 oksijeni, bura 4 yazıram, bura 4 yazıram. Və uşaqlar deyir ki, alınan hidrogenin kütləsi 4 qram. Bura 4 yazıram, aşağısına yazıram 8. Uşaqlar, aydın məsələdir ki, 8 qram hidrogeni alan zaman bizə nə qədər dəmir lazımdır? 3 vur 56, 168 lazımdır, 72 də su lazımdır. Və 4 qram almaq üçün bu 2 dəfə azaldarsan da 168-i 2-yə bölərsən, eləyəcək 84. Bunu da 2-yə bölərsən 36. Və 84-dən nəyi çıxarsan? 36-nı çıxarsan 14-dən 6, 8. Olacaq cavabımız 16-cı sualda C variantı. Gözəl bir rahat sual. Keçən növbəti 17-ci suala. 17-ci sualda nə var? Bəs 17-ci suala keçək. Deməli, burada bizə nə verilib? Doymuş bir atomlu spirt verir. Uşaqlar CN H2N plus 2 odur. 2N plus 1 OH-da hidrogen attım birim bu tərəfə. Və uşaqlar, bunda doymuş bir atomlu ikili spirtdir və burada oksigen neçədir uşaqlar? 16-dır. Bölürəm. Hidrogen neçədir? 2N plus 2-dir. Bərabər edirəm 2-yə. Buradan da 4N plus 4 bərabərdir 16. 4N bərabərdir 12. N də bərabərdir 3. Deməli, bizim spirtimiz C3H7 OH uşaqlar propanoldur. Amma ikili spirt dediyinə görə OH hara birləşdirir uşaqlar? İkili karbona birləşdiririk. Amma billi spirt desəydi bu tərəfə birləşdirərdim billi. Təbii ki, burada doğrudur. Oksidaşmasından butanon alınır. Uşaqlar, keton alınır da, amma propanon alınır. Bizdə bu misoyla oksidaşəndə nə alınır? Mis alınır. Deməli, su alınır. Bir də ki, CH3, keton alınır. Aseton, propanon. Oksidaşmasından propan turşusu alınır. Bu dünəndən səhvdir. Molekulda 2 dənə metil qrupu var. Uşaqlar, həqiqətən bu nədir? Doğrudur, C variantıdır. Amma yollarına baxalım. Sinflasis əmri dietil efir. Uşaqlar, dietil efirində karbon çoxdur uşaqlar. Ona görə bu səhvdir. Çünki sözdə sinflasis dönmüş bir atomlu spirtlər sadə etmə nizamdır. Amma da bu qədər də yoxdur. Karbon çoxdur burada. Oksidaşmasından propanol alınır. Bu da səhvdir. Çünki bu ikili spirtdir. Bu propanon verməliydi. Keton. Keçək növbəti 18-ci sual. 18-ci sualda nə yazır uşaqlar? 18-ci sualda görək ki, necə bir söhbət, nədən söhbət gedəcək. Uşaqlar, silisium X4 birləşməsində X-in protonları, deməli, silisium X4 birləşməsində silisiumu, X-in protonlarsa bütün protonlar 72% təşkil edir. Və uşaqlar, biz indi X-in sıra nömrəsini bilmirik. Bilsəydik 4-ə vurardıq. 4 dənə X-ə nə dedik? 72% dedik. O zaman silisiumda burada, silisiumda 14-dür. 14-ə nə deyirəm? Deməli, yerdə qalan da 10-dur da. 28 də 10-dur. Saç tərəflərdən 14 bir dəfə, bu 2 dəfə. Bu elədir ki, bu dəfə 36. Buradan X bərabər 9. İnşallah bu deməli silisium fluor 4-dür uşaqlar. Çünki aşağıda verir, baxın. Fluor gördünüz, bunu elə belə verir. Uşaqlar, yəni bizim bu X-imiz kimdir? Fluor uşaqlar. Bunu tapdıq. Və fluorun natrium OH-la reaksiyasından belə şey alınmış. Fluorun natrium OH-la reaksiyasından alınır natrium fluor, o fluor 2 bir də su. Yəni bu səhvdir. Sonra uşaqlar, deməli, H fluorun silisium OH-la reaksiyasıdır. Bəli, doğru. Silisium fluor 4, bir də su alınır, doğrudur. Sonra uşaqlar, gəldi növbəti. Fluorun S plus fluor 2, uşaqlar, bilirsiniz, S fluor 6 alınır. Bu da doğrudur. S plus fluor 2, uşaqlar, yəni bu səhvdir. Yəni bu xlorla alınır, uşaqlar, bu S2 xlor 2, bu olur. Burada da ki, fluor üzərinə su gəlmiş, fluor suyu ilə, bəli, H fluor və oksigen verir. Doğru cavabımız oldu. Deməli, uşaqlar, 2, 3 və 5 A variantı. 18-ci sual. Və əslində yaxşı sual. Ümumi olaraq, yəni belə deyək də, yəni həm qısa kompaktdır, belə deyək də, yəni bunu tez bazar həll etmək olur. 19-cu suala keçək. 19-cu sualda nə eləyəcək uşaqlar? 19-cu sualda butanol 2-dir uşaqlar. Butanol 2 bildiyimiz kimi, deməli, OH ikili karbona birləşir. Bu belə bir şeydir. Və biz bunun üzərinə H xlor gəlirik. Uşaqlar bilirsiniz də buradan HOH çıxır, su alınır, xlor gəlir birləşir bura. Suyons da çıxır. Deməli, bizim maddəmiz budur uşaqlar. Bu belə bir maddə. Və bunun üzərinə natrium gəlirəm. Uşaq ehtiyatlı olun, artıq burada monohallogeni törəmədir. Rüs reaksiyası baş verəcək. Uşaq rüs reaksiyasında da bilirsiniz də R-xlor 2 dəfə üstünə gəlsin 2 dənə natrium. Uşaqlar burada R təkrarlanır da. Plus 2 dənə natrium xlor. Yəni rüs reaksiyasında R-xlor üstə gəl xlor R. Burada xlorlar çıxır, natrium birləşir və radikal təkrarlanır. Burada uşaqlar, bunun da ən rahat yolu, biz həmişə deyirik, xloru bu tərəfə atırsan, digərlərini bu tərəfə göndərirsən ki, test təkrarlaya bilərsən. Xloru buradan silirsən, belə bir şey 2 dəfə yazsan, güzgüdə əksi. CH, CH2, CH3, belə. Belə bir maddə alın uşaqlar. Burada ən uzun zəncirimiz budur. Və nə istəyir? Mən heç bilmirəm nə istəyir, yazıram, heç bilmirəm nə istəyir sualda. Karbon atom 25% sülmüş. Uşaqlar, burada 2 dənə karbon var və toplam karbon sayımızda 4 dənə burada, 4 dənə burada.
Bəli, toplam 8 karbonumuz var. Onun ikisi də nədir? Üçlüdür uşaqlar. Bu neçə faiz eləyir? 25% eləyir. Birincisi doğru olacaq 19-cu sualda birinci dəqiq. İkili karbon atomları ise üçlülerin sayına bərabər. İkili karbon burada görürük ki, ikili karbon 1, 2 nədir? Üçlü də həqiqətən 2 dənədir. Fikir verirsiniz. Sonra bilirsiniz, üçlü karbon 3 karbona birləşir. İkili karbon 2 karbona birləşir. Dörtlü 4 dənəyə birləşir. Ona görə bu da doğrudur. Moleküldə bir asimetrik karbon var. İnşallah bu asimetrik karbon baha, bu karbona baha, bu karbon asimetrik. Bax fikir ver. Bunun bir tərəfində hidrogen var, bir tərəfində metil var. Bax fikir ver. Bir tərəfində bu var, bir tərəfində də bu var. Gördün asimetrik. Asimetrik karbon nətədir? Dörd tərəfi müxtəlif atom və atomlar qrupu olmalıdır. Aydın oldu. Heç eynən bu da elədir. Bunda bir tərəfində hidrogen var, bir tərəfində metil var, bir tərəfində bu var, bir tərəfində də bu var. Burada yox, daha doğrusu burada iki dənə asimetrik karbon vardır. Yox, burada bir dənə asimetrik karbon var deyəsən. Bir dəqiqə baxın ki, nəsə qarşılıqlı olub. Bir dəqiqə bunu silim. Bizə dəqiqə, bizə dəqiqə. Şolar, bax, bu karbon görə asimetrikdir. Bunun bir tərəfində hidrogen var, bir tərəfində bu var, bir tərəfində bu var. Aha. Hə, doğrudur deyir də. Bir dənə yox, iki dənədir ayda. Düzdür, iki dənədir, bu da asimetrikdir. Bir tərəfində hidrogen var, bir tərəfində bu var, bir tərəfində bu da. İki dənə asimetrik karbon var da. Səhv deyil. Hələ zaten doğrunu istəyir də. Sonuç olaraq, cavabımız 1-2-dir avtomatik olaraq. Bir də yazacaq ki, 1 xlor 2 metil propanın natriumla reaksiyasında. İnşallah 1 metil, deməli, birdən deməli, karbonları çəkirik. Propan deyir. Burada xloru qoyuram, burada metili qoyuram. Deməli, 1, 2, 3. Və bunun da üzərinə uşaqlar natrium gələndə gördüyünüz kimi yuxarıdakı maddə alınır. Çünki bu da radikal təkrarla bir dənə. CH2, ondan sonra CH, CH3, CH. Gördüyün yuxarıdakı maddə deyil, yəni dəxilsiz maddə. Keçək növbəti suala. İnansız son nöqtədə o qədər yoruluram ki, artıq sualları da deyirəm ki, əsas olaraq uşaqlar imtahan az qalıb deyə, yəni müəyyən qədər kömək olsunlar uşaqlara ki, öz şagirdlərimiz var, sonra bizi izləyən kütlə var, onları da biraz faydalanmağa çalışırıq. Birinci sualda nə tər bir şey yazırıq? İlk öncə reaksiya təminini yazırıq. X üstəgəl Y bərabərdir, daha doğrusu X, Y alınır. Bura 2 atıram, burada 2. Və uşaqlar, indi nə edirəm? Mən, deməli, bu 60-dır, bu 60-dır. Bax ki, Y2 başlayıb 60-da dayanıb belə. Bunun sərfiyyatı 60 minus B-dir. Bunun da sərfiyyatı 60 minus A-dır. Və bunları cəmləyəndə 60 eləməlidir. Aydın məsələdir ki, indi bunu belə yaza bilərsən. 60 minus A üstəgəl 60 minus B bərabər 60. Buradan A ilə B-nin cəmi bizə 60 verməlidir və testdə A ilə B-nin cəmi atmaq istədiyi alınmadı. Burada onsuz da bir dənə bu uyğun gəlmir, bir də bu uyğun gəlmir. Qalan hamısını cəmi 60 elə. Ev yox, qalsın. Yəni, uşaq, yazır ki, XY maddəsində, uşaq, bizdə bir XY maddəsi var. Bu 60%-dirsə X-imiz, riyazi olaraq bu da 40% olur. Deməli, yazıram X-ə 60%, Y-ə də 20%. Daha doğrusu 40%. Qısa işlər aparıram, 2, 3 eləyir. Uşaq, X-in Y-ə nisbəti bərabər 3-ün 2-yə nisbəti. Şərti olaraq bir dənə X-ə 3, bir dənə Y-ə 2 bilirəm. Daha K-maya ehtiyac yoxdur. Şərti var, uşaq, şərti. Gətirib indi uşaq, bunun emerini tapıram. Üstünə 2-ni cəmləyirəm, 5, vuram 2-yə 10. Y2-dir, 2-ni də 2-yə vururam, 4. Heç nə uşaqlar, buradan indi B-ni tapaq. Deməli, 6, 4-ün 24, bu buradan tənasib quram. O birisini B-ni tapıram uşaqlar. Buradan B-ni tapanda edir 36. İstəsən bunu da hesabla, istəsən bu tərəfdə hesabla. Yəni, fərqi yoxdur. Burada deməli, X-ə 6 yazırsan, 6-ya 4-dürsə, tənasib indi burada hesablayırsan. Yəni, fərqi yoxdur. Birini tapsansa da cəmi 60 eləməkdir. Cavab olacaq A variantı sualdır. Keçək növbəti 21-ci suala. 21-ci sualda nə edəcək uşaqlar? 21-ci sualda. Dəqiqə bir. Bir-birinə də açıl da, vay vay, 21. Uşaqlar, 21-ci sualda nə tər olacaq? Deməli, bizdə reaksiya təmin verilib. N2 üstəgəl 3H2 bərabərdir 2NH3. Başlanğıc, sərfiyyat, alınan tarazlıq. Uşaqlar, bunun başlanğıcı 3-dür. Bunun başlanğıcı deməli neçədir? Bunun başlanğıcı. Bunun başlanğıcı deməli 6, 8-dir. Bu da yoxdur və burada 92 kJ enerji alır. Uşaqlar, 184 kJ enerji alınında tarazlıq yaranır. Bunun asant yoluna nə də baxmaq olar uşaqlar? Burada bir məsələyə diqqət etmək lazımdır ki, deməli uşaqlar, 92 kJ enerji ayrılanda, 92 kJ enerji ayrılanda, bundan 1 sərf olunur uşaqlar, bundan da 3 sərf olunur, ammoniakdan 2 alınır. Fikir verin bura uşaqlar. İndi özün məntiqi işlətdə, 184 kJ enerji ayrılırsa, bundan 2 sərf olunur, bundan 6 sərf olunur, bundan 4 alınır. Yəni bu azotdur, bu hidrogendir, bu da ammoniakdır. Heç nə uşaqlar, buraya yazıram 2, buraya yazıram 6, burada yazıram plus 4. Burada 4-dür. 3-dən 2 çıxıram 1. Burada yazıram 2. Heç nə, KT-nin üstünü yazıram. Ammoniakın kvadratı bölünsün
Deməli, N2 vurulsun H2-nin nəyi? Kubu. Vəssalam. 4-ün kvadratı bölünsün 1 vurulsun 2-nin kubu 16 böl 8 o da 2 yazacaq. Keçək növbəti 22-ci suala görə 22-ci sualda söhbət nədən gedir? Deməli, uşaqlar 22-ci sualda əslində bu sualda sağdakı 3 sayını, soldakı 3 sayına bərabərliyi tapmaq olar. Uşaqlar bax 2 müsbət üstə gəlinsin. Yəni müsbət 2 ilə belə deyək də. Müsbət 2 üstə gəlinsin. 2-ni vur mənfi 1-ə. Mənfi 2 üstə gəl. 2-ni vur mənfi 2-yə. Mənfi 4 bərabərdir. Eni bilmirəm. Üstə uşaq CO2 bütövlükdə 0-dır. Üstə gəl. 2-ni vur mənfi 1-ə. Mənfi 2. Buradan da eni tapıram. Mənfi 2. Demək olar, buradan yükü mənfi 2 olan C variantı. Sonra keçək növbəti 23-cü suala. O riyaziyyatda mən bir rəqəmləri çox sürətli gördüm. Mən də bir arada belə şeylər olur. 23-cü sualda sinkesdir uşaqlar. Bir də ferimes 2-dir. Buna x deyirəm, buna y. Sinkes yanında bizə nə verir? SO2 verir. 1 moldan 64 alınırsa x-dan 64x. Ferimes 2-də birbaşa SO2 yazıram. 1 moldan nə qədər alır? 64 vur. 64 vur 2, 128. Bəs y-dən nə qədər alınır? 128 y. Uşaqlar 64 x üstə gəl 128 y bərabərdir 320. Aşağıda yazıram x nəyin cəmi nəyə bərabər? 3-ə bərabər. Uşaq 64-ə bölsəm hər tərəfin x üstə gəl 3y bərabərdir. Daha doğrusu 2y bərabərdir 5. X nəyin də cəmi 3-ə bərabərdir. Tərəf tərəfə çıxsam y bərabər 2. Keçək növbəti 24-cü suala. 24-cü sualda görək söhbət nədən gedir. Deməli uşaqlar 24-cü sualda bizə bir kalsium karbid veriblər, bir də alüminium karbid veriblər. Yazır ki, su ilə reaksiya daxil olur. Deməli, reaksiyadan alınan qaz qarışımı olur. Uşaqlar, bəli, burada qazları dilinə görə kalsium karbid üzərinə gəlinsin su. Bizə verir kalsium OH2, bir də C2H2, bura 2 atıram. Deməli uşaqlar, bunun 1 molundan alınır 1 mol. X moldan nə qədər alınır? X mol. Alüminium karbid də yazar eyni qaydan. Alüminium 4C3 üzərinə gəlinsin su alınır. Alüminium OH3 bir də CH4. Bura 3 yazar. Bura 4 yazar. Burada 12. 1 moldan 3 alınırsa Y-dən nə qədər alınır? 3 Y alınır. Və X-lə 3 Y-in cəmi 7-yə bərabərdir. X-lə Y-in cəmi 5-ə bərabərdir. Tərəf-tərəfə çıxsa 2Y 2-yə, Y 1-ə bərabərdir. X də bərabərdir 4-ə. Şöyle bunu tapdım. İlkin qarşılıqda şöyle karbidin, alüminium karbid. Demək olar bizim ilkin qarşılığımızda deməli bu X-dir, bu da Y. Demək olar bizim 4 mol kalsium karbidimiz olub. 4 mol kalsium karbidimiz. 1 molda alüminium karbidimiz olub. Və bunlar emerləri tapaq. 4-ü vuracaq. Yəni test kalkulatorumuzu götürək. Görək burada kütlə payı nə qədər tapacaq. 4-ü vuraq 64-ə. Eləyir 256. Alüminium karbidin emeri nə qədər eləyir? 4 vurulsun. 27 üstə gəlinsin. 36, 144. 144. Şu an 256 ilə 144-ü cəmləyirəm eləyir 400. 400-ə nə deyirəm? 100%. Kimin faizini soruşur? Alüminium karbiddə 144-dür. 144-lərə bir A deyirəm. Buradan A-nı tapıram. 144-ü bölürəm 400-lərə, vururam 100-ə edir 36%. Bu testimizin cavabı oldu 36% 24-cü sualda. Keçək növbəti 25-ci suala. Rəqəmlər elə əmri havada rəqəmlər olur arada. 25-ci sualda X maddəsi eyni kütləli 20% məhlulundan suyun 4-də üçünü, 1% məhlullansa və X maddəsi eyni kütləli elib ki, bizə belə deyək də, bizdə A qram 20%li bir dənə məhlul var, bir də A qram 40%li bir dənə məhlul var. Yazır ki, suyun 4-də üçünü. İnşallah, deməli, burada A-nın 20%li, yəni 0,2 A burada duzdur, 0,8 A da burada sudur. Duzdur, bu da sudur. Burada yeni qaydana 0,4 A duzdur. 0,8, 0,6 da nə var uşaqlar burada? Su var. Bunu bildik. Yazır suyun 4-də 3. İnşallah 0,8-in 4-də 3-ü nə qədər edir? 0,8-in 4-də 3-ü. 0,8-i vuraq 4-də 3-ə getdi 0,6. Yəni inşallah burada nə qədər su gedib? 0,6 A su gedib. Deməli burada nə qədər su qalıb? 0,6 A-nı çıxaq qalır. 0,2 A su burada qaldı. Keçək bura. İkinci 40% məhdud suyun 2də birini buxarlar. 0,6-nın yarısı nə qədər eləyir? 0,3 eləyir. Deməli, nə qədər suyumuz qaldı? 0,3 qaldı. İndi inşallah buxarlab qarışdırırlar sonra bunları bir-birinə. Bunlar bir-birinə qarışdırandan sonra inşallah həll olma əmsalı tapan zaman həll olan böl, həll edici vur min. Və inşallah həll olanımız nə qədərdir? 0,2, 0,4, həll olanımız 0,6 adır. Suyumuz nə qədərdir?
0,2, 0,3, o da eləcək 0,5A. Onu da vururam yine 6'nı 5'e bölünen 1,2, 1200. Tabii belə uşaqlar, gözəl bir sual. Keçək növbət 26'ya görə 26'da nədir? 26-cı sualda uşaqlar ikili butil radikalı, ikili butil radikalı bildiyimiz kimi bu radikaldır, ikili butil və OH-la birləşdirdik. Deyir, alınan maddə üçün hansı ifadələr doğrudur? Deməli, burada molekulun 11 dənə polyar kovalent radikal sayda 3, 6, 7, 8, 9. Yəni, bu səhv. Keçdi. Natrium duzunun natrium OH reaksiyasına. Bunun natrium duzu, bunu silirsən, yerinə natrium qoyursan, üzərinə də natrium OH gələndə şöyle bu alkanların alınmasıdır. Bilirsiniz də, natrium duzunun deyir. Nədən natrium duzunun natrium OH reaksiyasına? Ayda, üzr istəyirəm, mən nə sayıram? OH-la birləşdirmişəm, karboksillə birləşdirmişim ki, COH-la birləşdirmişim. Bir dəqiqə. Təsadüfən düzə alın bu belə. Karboksillə birləşdirmişim. Baha sayaq 1, 2, 3, 4, sonra 7, 8, 9, 3, 12, səhv uşaq. Yenə bəxtmə olub, yenə səhv çıxdı. Uşaq, bunun duzu, yaxşı olub baxdım. CH3, CH, CH, CH3, CO10 natrium, üzərinə natrium OH gəlir. Uşaq, alkanlar laboratuvar almasını yadlasan. Bunlar birləşir, olur natrium karbonat olur. Bu H-ı birləşdirirsən bura. Alınır CH3, CH, CH2, CH3. Həqiqətən də butan alınır. Doğrudur. Yağ turşusu nizamiyyə edir uşaqlar. Yağ turşusu nizamiyyə deyil. Yağ turşusunda 4 dənə karbon var. Burada isə 5 dənə karbon var. Səhv. Molekulda bir asimetrik karbon var. Uşaqlar, həqiqətən bu karbon görürsünüz. Bu karbon var. Burada bu karbon asimetrikdir. Bilirsiniz niyə? Bunun bir tərəfində hidrogen var. Bir tərəfində bu var. Bir tərəfində var. Görürsünüz, 4 tərəfi müxtəlifdir. Aydın oldu. O belə. Uşaqlar, burada bir asimetrik fikri var. Yəni, bu da doğrudur. Bəlkə 2 asimetrik var. Baxaq. Bu CH2-dən bu asimetrik olmuş. Bu da doğrudur. 5 dənə deməli yazır ki, molekulda 2 dənə metil qrupu var. Bəli, CH3, CH3 bu da doğrudur. Cavabımız oldu 2, 4, 5. Gəldik nəhayət sonuncu suallara. İnanın elə yorulmuşam ki. 27-ci suala baxaq. Deməli, uşaqlar, hidratlaşma ilə bunlar bir-bir yazmaq var. Bir-bir yazaq. Götürək bunları bir-bir yazaq. Deməli, uşaqlar, burada 2 metil propen. Deməli, 2-dən metil ayrılır. Bu bizim 2 metil propendir. Alkendir. Üzərinə su gəlirəm. 2 qat rabitə qırılır. H bura, OH da bura. Deməli, nə alınır? COH, CH3, CH3. Uşaqlar, bunun adı nədir? 2 metil propanol propan ol 2. Deməli 1-ə uyğun gedəcək B. Deməli 1-ə getdi B. Keçirəm növbəti buten 1. Uşaqlar buten 1 bildiyimiz kimi alkendir və bunun üzərinə su gələndə 2 qat rabitə qırılır. H bura markovka, o H da bura hidrogen çoxlanla birləşir. Onun adı nə uşaqlar? Bunun adı olacaq deməli butanol 2. Butanol 2. 2-yə gedəcək A. Ən nəhayət sonuncu, üçüncü, deməli 3 metil, 3 metil, deməli uşaqlar, bu bizim 3 metil buten 1-dir. Bunun da üzərinə su gəlirəm. 2 qat rabitə qırılır. H bura, OH bura birləşir. CH3, OH, CH, CH3, CH3. OH yaxın tərəfdən nömrələyirəm. 1, 2, 3, 4. 3 metil, deməli, butanol 2. Butanol 2. 3 metil butanol 2 uşaq 3-ə də gedəcəksə, deməli BAC 27-ci sualda. Bir dəqiqə gözlə. Hədə, 1-ə uyğun gedəcək B. Başqa adlar da verir. Bu üçlü butil, bəli. Burada bu üçlü butil, çünki OH üçlü karbonat. Uşaqlar 1-ə B ilə D gedəcək. 2-yə gedəcək, deməli A getmişdir. Bir də E uşaq ikili butil, bilirsiniz də. Bu var ya, bu ikili butil spirtdir. İkili butil, OH ikili karbona birləşib, ikili butildir. Ona görə burada buraya gedir. İnşallah, vəssalam. Yəni, bu olur. O, bir variantda heç baxmadım. Bir başqa şeylərlə baxdım. Sənin radikalında adlar varmış. Yaxşı fikir verdim. Sonra gəldik ən nəhayət situasiya sualımıza. Deməli, situasiya sualımızda bizdən nə soruşur? XY2 məhlul verir, bir də SO4 məhlul verir. Birinci qabda katodda açıq çəhrayı rəngli metal, anodda qırmızı qonur rəngli maye, qeyri-metal. İkinci qabda isə, nəsə, görə nə danışır bu? Bir dəqiqə gözlə. Deməli, uşaqlar, bu sualda biz nəyə fikir verməliyik? İndi bir bazda fikirləşməliyik burada nətər olduğunu.
Deməli, uşaqlar, baxırıq ki, birinci qabda katodda açıq çəhrayı rəngli metal və ikinci, bir də anodda isə qırmızı qonur rəngli maye. Uşaqlar, qırmızı qonur rəngli maye bromdur. Bu bromdur. Əgər metal da alınırsa, uşaqlar, bu açıq çəhrayı rəngli metalda mis brom 2-dir. Yəni, söhbət bundan gedə bilər, belə deyək də, sırf mahiyyət olaraq. Yəni, söhbət bundan gedə bilər. Biz bilmirik hal-hazırda o nəyə fikirləşiblər. Yəqin açıq çəhrayı rəngli metalımız elə mis olacaq. Çünki orada başqa gümüş olmaz. Gümüş açıq çəhrayı deyil, yəni. Anodda qırmızı qonur rəngli maye, doğru. İkinci qabda isə anodda rəngsiz qaz. Uşaq, bu isə mis SO4-dür də. Mis SO4-dür. Uşaq, bilirsiniz də, bunu məndən qısa yazmışsın üçün uşaq bunların tənliklərini. Deməli, mis brom 2-nin üzərinə su gəlib elektroliz eləyəndə katodda mis alınır, anodda brom alınır, bir də suya heç nə olmur. Mis SO4-ün su da məhlul elektroliz eləyəndə isə katodda mis alınır, anodda oksigen alınır, bir də sülfat turşusu alınır məhlulda, katod anod. Bu da elə deyir ki, qeyri-metal ikinci qabda anodda rəngsiz qaz uşaqlar. Bu söhbət şeydən gedir də, oksigenden gedir, hissiz qaz ayrıldı və XS4 duzunun məhlul üzərinə atılmış məhlul göynəyə çökün təməli. Uşaqlar, əslində cavabını aşağıdan tapa bilərsən. Bu uşaqlar mis SO4-dür. Mis SO4-ün üzərinə natrium OH gələndə uşaqlar alınır mis OH2 göyləni söküntülü, bir də natrium sulfat alın. Yəni, əslində, axırda da cavabını vermiş. Mən biraz tələsdim. Heç nə uşaqlar. Yazır ki, cədvəli tamamlayaq. Tamamlayaq da görə nə istəyir cədvəldə bizdən. Yazır ki, birinci qabda ayrılan maddənin formulu. Uşaqlar, burada açıq rəngli, daha doğrusu qırmızı qonur rəngli mayedən söhbət gedir. Uşaqlar, burada bromdur və onun da ki, adı brom olacaq. Yəni, adam istəyir bu ehtimal ki. İkincidə də uşaqlar nə yazır? 29-cu sualda bəs nə istəyir? 29-cu sualda da yazır ki, ikinci gedən reaksiyanın təminini yazın, əmsallaşdırın və hesablayın. Uşaqlar, ikinci reaksiya, istəyən bunları götürək ikisini də buradan ətraflı izah eləyək qıraqda, çünki burada yeri yoxdur bunu izah eləməyə. Bir uşaqlar, ikinci qabda nə baş vermişdi? Mis SO4 plus, deməli, su elektroliz eləyən zaman nə alınırdı? Mis alınırdı. Oksigen alınır, bir də sülfat turşusu alınır. İnşallah burada fikir verirsinizsə, hər şey bərabərdir. Bax, mislər eyni, kükürdlər eyni. Oksigen 4-5 dənədir. Sağda isə 6 dənədir. Bunun qabağına 0.5 yazılır. 0.5 2 yavruna 1 eləyir, 4-5. Sonra hər tərəf vur 2-yə. Oksigenlə başqa hamısının qabağına 2 düşür. 2, 2, 2, 2 getdi. 29-cu cavabı getdi. Gəldi ən nəhayət sonuncu. X-4-ün natrium OH-da məhlul. Yazaq da. Mis SO4 üzərinə gəlinsin. Natrium OH. İndi biz onu nəysə, mən bilirəm deyə yazıram, amma başqa şey də ola bilər. Bir dəqiq yazaq, fikirləşəlim. Natrium sülfat, bura 2 atıram. İndi uşaqlar, mənə burada nə yazır 30-cu sualda? 30-cu sualda. Mən bilirəm ki, 160 qram əsasın sərf 10% qələvinin. Uşaqlar, burada baxıram ki, 160 qram nə qədər reaksiya olur? 80 ilə daxil olursa, və uşaqlar fikir verirsinizsə, bunların hər ikisini eyni götürüb. Yəni də bunu da 40 götürüb, bunu da 40 götürüb. Aydın məsələ, bunların hər ikisini 40 götürsək, burada biz natrium OH-ı çox götürmüş oluruq, uşaqlar. Çünki 160-a 80 lazımdır. Ona görə bu aşağı düşən mis SO4-dür. Bu aşağı düşməyən kimdir? Natrium OH-dır, yəni tam bitməyən. Ona görə burada natrium OH artıq qalacaq, heç nə. Burada natrium OH artıb sayılır. Uşaqlar, biz baxırıq ki, bizə nə qədər natrium OH lazım? Buna bir X deyirəm. Burada X tapıram. 20 qram bizə nə lazımdır? Natrium OH lazımdır. Amma məndən onun faizini istəyir uşaqlar. Mən də bilirəm ki, burada 10% məhlulun kütləsini, 10% məhlulun kütləsini istəyir uşaqlar. Mən bilirəm ki, faiz həll olanı göstərir. O zaman mən 20 qrama nə deyirəm? 20 qrama 20% deyirəm. Məhlulun kütləsi 100% olacaq 200 uşaqlar. Məhlulun kütləsi 200-dür. Bir də eni istəyir uşaqlar. 160-a 80 lazımdırsa, 40-a nə lazımdır uşaqlar? 40-a lazımdır 20 lazımdır uşaqlar. 40-a lazımdır 20. Ona görə də 40-dan n çıxıram, bərabər edirəm 20-yə, n də bərabər 20. Yəni, 20 qram natrium artıq qalacaq. Belə əzizlər, bu iki videonun da gəlib sonuna çatdı. Biraz yorğunsuluq idi, izah eləməyə çalışdıq. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın, növbəti videolarda görüşmək ümidi.